1. İsmayıl Səfəvilər dövlətinin əsasını qoydu. Səfəvilər dövlətinin birinci paytaxtı Təbriz olmuşdu. Mən Şah İsmayıl Xətaiyəm, Səfəvi dövlətinin yaradıcısı. Atam Şeyx Heydar öldükdən sonra gizlənmələrə məcbur qaldım. Mənə verilən ad, mənə verilən missiya bir idi. Bu torpaqlarda böyük bir dövlət qurmaq, xalqını birləşdirmək idi. 1501-ci ildə Təbrizə yürüdüm və orada öz tacımı qoyaraq Səfəvi dövlətinin əsasını qoydum. O gündən qərar verdim ki, mən Azərbaycan torpaqlarını vahid bir ərazi kimi birləşdirim, dövlətimdə möhkəm idarəçilik sistemi yaradım. Mən beləliklə paytaxtı Təbriz seçdim, çünki Təbriz siyasətin, mədəniyyətin və ticarətin döyünən ürəyi idi. Taxtı ələ aldıqdan sonra gördüyüm əsas işlərdən biri isə Qızılbaş tayfalarını birləşdirib böyük bir dövlət, ordu qurmaq idi. Dövlətin siyasi dayağını möhkəmləndirmək məqsədi ilə şiəliyi rəsmi məzhəb elan etdi. Mənim hakimiyyətim dövründə ən böyük sınaqlarından biri isə Osmanlı dövləti ilə aparılan müharibələr idi. Osmanlı Sultanı Sultan 1. Səlimlə aramızda böyük bir düşmənçilik var idi. Siyasi, məzhəbi və sərhəd məsələləri ilə bağlı aramızda açıq döyüş baş verdi. 1514-cü ildə Çaldıran döyüşündə düşmən odlu silahlarla silahlanmış və bizdən üstün idi. Biz isə imanla, cəsarətlə və qılıncla savaşırdıq. Bugün mənim ruhum xalqımın içində yaşayırsa, deməli mənim hakimiyyətimin ən böyük qələbəsi budur. Şah 1. İsmayıldan sonra hakimiyyətə onun oğlu 1. Təhmasib keçdi. Təhmasib 1524-cü ildən 1576-cı ilə qədər hakimiyyətdə olmuşdu. Salam, mən Şah 1. Təhmasib. Mən hələ 10 yaşıma çatmamış hakimiyyətə gəlmişəm. Mənim ən böyük mübarizələrimdən biri Osmanlı dövlətliyi oldu. Və mən ağıllı siyasət yürüdərək bəzən döyüşdüm, bəzən isə göyə çəkilib dövlətimi qorudum. Və beləliklə mən dövlətimin parçalanmaqdan qorunmasına nail oldum. Mənim dövrümdə kitabxanalıq, xəttatlıq, miniatür sənəti çox inkişaf etmişdir. Mən insanlıqda çox sadə, hökmdarlıqda isə çox ciddi idim. Getdi. Ondan sonra hakimiyyətə gəldi 2. İsmayıl. 2. İsmayıl 1576-77-ci illərdə cəmi bir il hakimiyyətdə olmuşdu. Mən 2. İsmayıl 28 may 1537-ci ildə Ərdəbildə anadan oldum. Və mənim atamın adı 1. Təhmasib, anamın adı isə Sultan Bəyim olmuşdur. Mən Səfəvi dövlətinin 3-cü şahı idim. Hakimiyyətə gəldikdə tac qoyma mərasimi başladı. Və mən cəmi 40 yaşımdır. Mən cəmi bir il hakimiyyətə qala bildim. Mən dövləti möhkəmləndirmək, dövləti gücləndirmək üçün bir sıra addımlar atdım. Və bu addımlar da Qızılbaş əyanlarını qəzəbləndirdi. Və mən 1577-ci ildə sui-qəsd nəticəsində öldürüldüm. Şah 2. İsmayılın sui-qəsd nəticəsində öldürülməsindən sonra hakimiyyətə Məhəmməd Xudabəndə gəldi. Məhəmməd Xudabəndənin dövrü çox da sakit bir dövr olmamışdır. Məhəmməd Xudabəndə hakimiyyətə gələrkən dövlətin xəzinəsi boşalmış, hakimiyyət zəifləmişdi. Mən şahı təzə təyin olmuşdur ki, 2. İsmayıl Ali Divanının adlandırdığı vəzirlik, nazirlik, qazilik olan fərmanını alırım. Mənim əsas məqsədim kimsə intiqam almaq yox, mənim əsas atamla qardaşımın dövründə haqsızlığa uğramış şəxsləri həbsdən azad etmək idi. Və belə də oldu. Həmin şəxsləri həbsdən azad edib, ən axırda isə öz ədalətlərini öz əllərinə verdim. Hər şey göz qabağındaydı ki, mən ölkəni idarə eləməyə bacarmadım. Belə oldu ki,
Məhəmməd Xudabəndənin dövrü dediyimiz kimi çox qarışıq dövr idi. Eyni zamanda Məhəmməd Xudabəndənin dövründə 1578-1590-cı illəri əhatə edən Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsi gedirdi və bu mərhələdə Səfəvilər həm qalib gəlmiş, həm məğlub olmuşdular. Sonda Məhəmməd Xudabəndənin ölümündən sonra hakimiyyətə saray çevrilişi nəticəsində Şah 1-ci Abbas gəlir. Qardaşım Həmzə Mirzənin ölümündən sonra atam Məhəmməd Xudabəndə Məhəmməd xan Ustadı tərəfindən hakimiyyətdən uzaqlaşdırılması nəticəsində hakimiyyətə Məhəmməd xan Ustadı mən gətirdi. Onun məqsədi mənim vasitəmlə dövləti idarə etmək idi. Mən onun məqsədlərini əvvəldən bildiyimdən, onun birinci tədbirim onun başını kəsmək idi. Əlimizdə qalan 6 ərazi, Ərdəbil, Zəncan, Xalxal, Qaradağ, Lənkəran və bu ərazilər qalmışdır. Bundan sonra dövlətin içində bir çox quruculuq işləri apardım. Bunun sayəsində də ordunu gücləndirdim, bəzi islahatlar keçirdim. Bu islahatlarda irsilik prinsipini ləğv etdim. Ordudan kənar silahlı gəzməyi ləğv etdim və ordunu 4 mərhələ ayırdım. Və Azərbaycan bəzində şəhərləri birləşmək üçün bir çox quruculuq işləri var. Bunların da içində Azərbaycan bəylər bəyliyi və nəticədə dövlət get-gedə güclənirdi. Dövlətini gücləndirdikdən sonra Osmanlı üzərinə döyüşlərə başladı. Şah 1-ci Abbasdan sonra hakimiyyətə onun nəvəsi Şah Səfi gəlmişdi. Şah Səfi 1629-1642-ci illərdə hakimiyyətdə olub. Onun dövründə Səfəvi-Osmanlı müharibələrinin növbəti bir mərhələsi yekunlaşır və 1639-cu ildə Səfəvilərlə Osmanlılar arasında Qəsr-Şirin müqaviləsi imzalanır. Qəsr-Şirin müqaviləsi əvvəlki illərdə imzalanmış Amasya sülhünün şərtlərini təsdiq edirdi. 1642-ci ildə Şah Səfi hakimiyyətdən getdi və sonra hakimiyyətə gəldi Şah 2-ci Abbas. Mən Şah 2-ci Abbas 1632-də hakimiyyətə gəldi. 10 yaşında hakimiyyətə, atam 1643-cü ildə öləndən sonra hakimiyyətə mən gəldim. Hakimiyyətə gələndə bütün işğal altında olan torpaqları xilas elədi və 130 ildir ki, yürüş aparılan bütün yürüşləri dayandırdı. Şah 2-ci Abbasın hakimiyyətindən sonra 1667-ci ildə hakimiyyətə gəldi Şah Süleyman. Mən Şah Süleyman, mən Səfəvilərin 8-ci şahıyam. Mənim atamın adı Şah 2-ci Abbasdan sonra hakimiyyətə mən gəldim. Mənim dövrümdə böyük müharibələr az oldu və dövləti saraylar və saray əyanlarının əlində idi. Mənim dövrümdə dövlət zəifləməyə başladı. Məndən sonra isə hakimiyyətə 1694-cü ildə Şah Hüseyn gəldi, Şah Sultan Hüseyn gəldi. Şah Süleymandan sonra hakimiyyətə Sultan Hüseyn gəldi. Şah Sultan Hüseynin dövrü 18-ci əsrin əvvəllərinə təsadüf edirdi və 18-ci əsrin əvvəllərində Səfəvilər dövləti dərin iqtisadi böhran keçirir. Bu iqtisadi böhranın bəzi daxili və xarici səbəbləri var idi. Şəhər iqtisadiyyatının zəifləməsi, hakimiyyətdə bürokratiya, eyni zamanda dövriyyəyə qət pulların buraxılması kimi məsələlər Səfəvilər dövlətinin iqtisadiyyatını zəiflətmişdi. Və belə bir dövrdə hakimiyyətdə olan Şah Sultan Hüseyn bəzi tədbirlər gördü. Mən Sultan Hüseynəm, Səfəvi dövlətinin hökmdarı. Mən taxta çıxdıqdan sonra ölkəmin içində həm güclü, həm də mənə qalmış ağır problemlər var idi. Ancaq mən əsasən sülh və razılıq yolunu seçirdim. Çünki mən inanırdım ki, dövlətin dirəyi əvvəlcə imama, sonra qılıncdır. Ancaq mənim bu fikrimlə bir çoxları razılaşmır. Mən əsasən müharibələrdən əl çəkib, boşalmış xəzinəni yerinə doldurmağa çalışırdım. Və ölkəmin daha da zəiflənməməsi, süquta uğramaması üçün vergiləri daha da artırırdı.
Əfqanlarla olan münaqişə mən və ölkəm üçün ağır bir dərd idi. Ancaq mən əfqanlarla yenə də müharibə yox, əsasən sülh yolunu seçirdim. Ancaq bəzən elə olurdu ki, hökmdar qılıncı salmaqdan başqa heç bir çarəsi qalmırdı. Ancaq hər bir hökmdar üçün onun hökmdar küləyi arzusuna uyğun əsmir. Mənim də əfqanların üsyanı artdığından mənim qapılarım qırıldı. Ancaq mən bir səbəbə görə təslim oldum. Əhali qırılmasın, qardaş qırğını olmasın, ölkəmin içində fitnə azalsın deyə. Tarix məni necə yazacaq, bu artıq mənlik deyil. Ancaq mən Sultan Hüseyn olaraq etdiklərimi daha əsasən xalqımın qanuna qənaət etmək üçün edirəm. Şah Sultan Hüseyndən sonra hakimiyyətə gəldi Şah II Təhmasib. 1722. Taxta oturduğum gündən ölkəmin azadlığını fikirləşirəm, düşmənlərlə mübarizə aparıram, xalqımın səsini eşidərək onlara kömək edirəm. Düzdür, mən hakimiyyətə gələndə Səfəvilər dövləti ağır vəziyyətdə və fırtınalar içində idi. Mənim amalım o idi ki, Səfəvilər dövlətin öz nüfuzuna qovuşturmaq idi. Dedim və bacardım. Səfəvilər dövlətin əvvəlki nüfuzuna qovuşdurdum. Mən öləndən sonra ümid edirəm ki, hakimiyyət daha da güclənəcək, məni unutmayacaq, Səfəvilər dövləti yenidən öz qüdrətini qoruyub saxlayacaq. 1726-cı ildə Şah II Təhmasib Nadiri Səfəvilər dövlətində xan vəzifəsinə gətirdi. Mən Nadir xanam. Mən Səfəvilər dövlətinin sonuncu sərkərdəsi olmuşam. Mənim bir çox döyüşlərim əfqanlardan Səfəvinin torpaqlarının əfqanlardan xilas etmək, torpaqları geri qaytarmaq istəyirdim. Və orada əfqanlardan Rusiya və Osmanlıdan Səfəvilərin torpaqlarının bir neçə faizini geri qaytardı. Əfqanlara qalib gəldikdən sonra mən Rusiya və Osmanlılara və biz Müqavilə imzaladım və orada sülh yaratdı. Nadir xan tərəfindən daha sonradan II Təhmasib hakimiyyətdən, yəni gedəndən sonra Nadir xan tərəfindən hakimiyyətə gətirildi. II Təhmasibin 8 aylıq oğlu Şah III Abbas. Şah III Abbas 1732-36-cı illərdə Səfəvilər dövlətinin süqutuna qədər hakimiyyətdə olmuşdu. Mən son Səfəvilər dövlətinin hökmdarıyam. Mən Səfəvilər dövlətinin son hökmdarıyam. Mən ikinci Şah Təhmasibin oğluyam. Sənin yaşın az oldu, 8 aylıq olduğuna görə sən hələ çox balacasan taxta çıxmağa. Onun üçün də şahlığı anladım mən. Hakimiyyəti Nadir xan sənin əvəzindən idarə edəcək.